olacaqsınız. Kommentlərdə hansı ölkədən şəhərin baxdığınızı yazırsınız. Bugünkü qonağımız isə Teymur bəy Qasımlı, siyasi şərhçi. Teymur bəy, xoş gəlmişsiniz. Cəmal bəy, xoş gördük. Sizi və izləyiciləri salamlayıram. Növbət dəfə sizin Babat debatınızın qonağınız olmaqdan çox şadam. Azad bəy də dəvət üçün təşəkkür edirəm. Bir məsələyə deyim ki, bizim sizin hər dəfə bunu bir debat, həm də bir mühazirə kimi də dinləmək olar tələbələrimiz. Ona görə də siyasət elmi, beynəlxalq münasibətlər oxuyan və bununla maraqlanan tələbələri və həvəskarları da bizim bu debatımızı dinləməyə dəvət edirəm. Təbii ki, siz tələbələriniz bunu dinləyəcəklər və mühazirənin davamı yarın ki, auditoriyada davam edəcək. Bizim isə mühazirəmiz sabah olacaq. 3-cü gün bizim Razborka siz tərk danışırsınız. Yəni o sabahı bu il sizin mühazirə olacaq. Mən sizə sualları verəcəm və sizin fikirlərinizi öyrənmək çox önəmlidir. Sizlə birlikdə. Tamaşaçılarımızın böyük marağı var, bizimlə birlikdə təbii ki, marağı var sizin fikirlərinizə. Baxın, Putin ənənəvi Rus siyasəti. Putin elə bilirdi ki, Ruslarda belə bir deyim var. Mu казалось, что он paymal Boga za Bog. Yəni ki, Allahın saqqalından tutub. Rusların belə deyimi var. Bu məqamda Allah yerində, yəni həmən deyimdə yerində Trump'dır. Amma belə görünür ki, desən saqqal əldən çıxır. Trump'ın saqqalı artıq desin dərin dövlətin əlindədir. Yəni Amerika dərin dövlətin əlindədir. Çünki indiyə qədər də oradan da istədiyi vaxt Trump'a zəng eləyirdi, bir-iki dənə üzünə tərifli, Trump xoş deyir onu tərifləyəndə, bəlkə xoş deyir, bir-iki dənə onun böyük dahiliyindən, onun bütün müharibələri saxlamasından, hətta Trump deyir ki, mən deyir 3000 ildir orada deyir, yaxın Fələstində deyir, savaşı mən saxlamışam, o deyirsə kimsə ona deyib ki, qədim Filistinlilərlə bu Fələstinlilər eyni xalqlar 3000 milyonla yaşayanlarla. Amma bunu qoyan bir tərəfə bir Trump'ı biz müzakirə edəmirik, amma hər halda zəng elədi Trump'ı, onu təriflədi və Budapeştdə görüş təmin edilər. Üstündən bir neçə saat keçdi əslində. Trump yaptı, durdu və dedi ki, mən Putin'lə görüşməyəcəm. Rubio mənə deyir ki, Vitkov'u bilirsiniz ki, danışıqlarını aralayıblar və o dəqiqə Putin öz şəxsi nümayəndəsini göndərdi Amerikaya, Vitkov'la görüşə, amma qəribə bir şey oldu Teymur bəy. Heç kim onunla görüşmədi. Hansı kongresdə bir qadın vardı, önce ondan görüşür, Dimitriyevlə. Onu bizim proqramlar kimi Amerikada olan proqramlara dəvət etdilər və orada biabır elədilər. Dimitriyev orada demək o ki, kloun vəziyyətinə düşmüşdü. Sonra isə axşam o kloun janrını daha da belə dərinliklə, belə qeyri-istedadla davam etdirdik. O oteldə, öz otelində, öz divarın qabağında belə telefonu qoyub və deyir ki, mən böyük işlər görürəm Amerikada, Putinin sözlərini hamı kimə çatdırıb, divara çatdırıb, yoxsa kimə çatdırıb. Trump isə Vitkov'u da buldu qorxduğuna, çıxdı, getdi Çinə tərəf, o tərəflərə görüşməyə. Nə baş verir, niyə Dimitriyevi qəbul eləmədilər, xoruzun verdilər qoltuğuna və cavab olaraq da o dəqiqə hansısa nüvə raketindən danışır Putin. Siz gözəl vurguladınız. Biz keçən verişimizdə Trump-Putin münasibətləri haqqında bir ətraflı müzakirə fikir mübadiləsi aparmışdıq sizdən və məncə də maraqlı alınmışdı. İndi birincisi bu görüşdən bağlı ki, Kamran bəy, bunun Macarıstanda keçirilməsi, yəni Ukraynaya da bir qızıq yaradır. Çünki Macarıstan, indi seçkilər olur da bilirsiniz, izləyirəm Macarıstanı müəyyən bir Orbanın populist çıxışları və s. Orada olması düzgün deyil, yəni o görüşün. İkincisi, yəni Macarıstan açıq Rusiyapərəstdir. Yenə daha indi Slovakiyada bir neytral yeri olsaydı, İstanbul olsaydı və s. İkincisi, bu görüşün Vladimir Putin mətbuata müsahibəsində dedi ki, görüş bizdən yox, Amerika tərəfindən gəlmişdi, biz də razılıq vermişdik. Amma biz imtina eləmişik, güya nəsə belə bir şey olub. Amma burada olub ki, imtinadan söhbət getmir burada. Burada nəsə bir şərtlər məsələləri var ki, alınmır, düz gəlmir. Və üstə gəl də, indi deyir ki, gəlin Lavrov və Amerikanın dövlət katibi görüşsün və sözdə qüvvətdə var olun. 2 gün keçdi, həmin bu Dimitriyev göndərdi ki, get ora, get görüş, bunun üçün nəticə heç bir şey alınmır. Və yeri gəlmişik Vitkov'la görüş, çünki Vitkov əsasən Rus pərəsi eləyirdi. Bəli, Vitkov'da yoxa çıxıb ümumiyyətlə görüşmür, bu yaxın məsələlərdə ümumiyyətlə görüşüm. Amma bilirsiniz Kamran bəy, yəni təkrar da olsa elə şey var demək lazımdır, elə şey var ola bilər demək lazımdır. Biz sizdən keçən dəfə dedik, Trump administrasiyası, Trump Vladimir Putini mühasirədən çıxartdı bir yalandan bir dırnaq arası bir oyun elədi.
Alyaska görüşü, digər və görüşlər. Biden administrasiyasına tənqid eləyirdi, təhqir eləyirdi ki, siz görüşmürdünüz. Onlar müəyyən məsələlərdə həqiqətən də onlar da Ukrayna üçün çox böyük işlər görüblər, amma səhvlər qüsur olmasına baxmaraq indi görsənir ki, düz idi. Allah görüşdün, nəticə heç bir şey yoxdur. Olmayacaq da. Yəni burada ədalətli sülhdən, müqavilədən, nə bilim Ukraynaya xeyrinə olmayacaq. Ona görə də bu görüşü indi Biden administrasiyasını söyən Trump, Biden administrasiyasının demək Biden'ın prezidentliyi dövründə Orta Asiyalı qardaşlarımızı və Tacikistanın dövlətlərini çağırmışdı. Ki, Trump da çağırır, deyir ki, gəlirlər. Və nə oldu? Oranın xarici siyasətini... Orta Asiya termininə yeri Türkistan. Türkistan, üzr istəyirəm. Tamamilə mən sizdən razıyam. Bu Stalinin Orta Asiyanın tərməsini çıxardım. Türkistan. Onu ora gətirirdi ki, yəni indi dəvət ediblər, Tacikistan hamısı qarışıq gəlir. Bilirsiniz Kamran bəy, burada yəni biz keçən dəfə də demişdik, yəni Trump gördü ki, bilmirəm, bəlkə də səhv görürük, düz görmürük. Bu Putin bunu ələ salır. Yəni keçən dəfə indi əgər ayılıbsa, yəni bu görür, əlbəttə bir oyunda gedir ki, görür də bu deyir mənim tutduğum əraziləri də ver, digərlərini də ver, neytral ol, nə bilim rus dili danış, bunu danış, onu danış. Bunda nəyə müqavilə oldu? Bunda nəyə bir kompromis görüşü oldu? Yəni burada Ukrayna tərəfi atəşkəs deyir ki, olsun. Ona görə Trump yeri gəlmişkən ədalət nəmunədə, Trump yeri gəlmişkən son dövrlərdə dəfələrlə deyir ki, təmas xəttində müharibə dayanmalıdır. Var olur. Çünki bu başqa yol və bununla paralel Kamran bəy. Burada o Dimitriyevin göndərilməsinin səbəblərindən biri budur ki, Lukoil və digərlərinin atəşkəs reklam üçün böyük sanksiya qoyulur. Bəli. Və ondan sonra təlaşa düşüblər əsasında. Var olur. Mən iqtisadçı deyiləm. Azərbaycandan çox təəssüflər olsun ki, bu bayaq Azad bəylə də veriş öncəsi danışırdıq və sizə də fürsətdən deyirəm. Bu ölkədə hər şey qarışıb bir-birinə. İqtisadçılar siyasi şəxsçilik eləyir, hüquqşünaslar. Yəni bu ölkədə qarışıb. Amma mən özümü hörmət edirəm, mən deyirəm ki, iqtisadçı deyiləm. Bunu da yığışdırmaq lazımdır. Belə adamları da efirə gəl iqtisadiyyatdan danış, hüquqdan danış, amma yığışdırın belələr ki. İqtisadçı deyiləm mən. Amma fakt budur ki, dağılır. Rusiya iqtisadiyyatı çökür. Həmişə keçən dəfə də sizlə deyirdik ki, indi də təsdiqlənir. Bax, o Dimitriyevin də səbəblərindən biri iqtisadi sanksiyaları götürməkdir. Lukoildən sonra, o digər onun Rosneft hamısından, burandan sanksiyalardan sonra getdi ki, çox pis vəziyyətdir. İndi Vladimir Putin deyir ki, siz bizə neftimizə, yəni Rosneftə və digərlərinə demək, sanksiya qoyursunuz. Bara Kamran bəy, indi sözdən sözə keçin maraq. Yəni Hindistan da axırı deyəsən Trump yola gətirir. Bəli. Hindistan Rus neftindən almaqdan imtina edir. Cənab Ərdoğana da deyib ki, alma. Və digər dövlətlərə də deyib ki, alma. Bu da indi deyir ki, yaxşı, siz mənim almayasınız neftimi. O lap yaxşı. Amma neftin qiyməti qalxacaq və dünya krizə gedəcək. Belə bir şeylə də başlayıb təhdid eləmək. Yəni qalxıb eləmir amma neftin qiyməti. Hələ ki qalxıb eləmir. Səudiyyə Ərəbistanlı Respublikası İraqda $1, biri Yapona satır, biri də Çinə satır. Amma yeni neft emal edən dövlətlər, Qayana və digərləri çıxıblar ortalığa ki, onların dəqiqə neft... O Afrikada, Rusiya Afrikaya da gedib çıxıb. Həm də Vladimir Putinin bir dayağı olan, salam mələk elədiyi, müəyyən dəstək verdiyi, Venezuela'nın yeraltı, yerüstü sərvətlərini Çinlə paralel Rusiya işlədir. Mərkəzi kəşfiyyata əmr verib, Maduro devrilməlidir. Burada da bir oyun başlayıb. Ona görə də əsas neft sanksiyaları demək Rusiyaya qarşı. Bax, hətta o görüş ərəfəsində, Kamran bəy, siz də baxmışam, müzakirə eləmişsiniz. Həm tək başına həm qonaq. Bu Zelenski Vaşinqtona səfərə gəldi də, bu tombarak silahları istədi. Vermədi onu da. Mən də düşündüm ki, yəni sizlə razı, bu bəlkə bu görüşü üçün hesablanıb, Uşakov dəstəklədi, amma hansısa əl, yəni ümumiyyətlə bu görüşün olmalı və ümumiyyətlə bu görüşün olub-olmamağına da heç nə dəyişmir. Təbii, görüşlər heç nə dəyişmir. Var olur. Heç nə də dəyişmir, dəyişməyəcək də. Bir balaca İstanbulda Türkiyə dövlətinin vasitəçiliyi ilə Rusiya-Ukrayna bir görüşü oldu, həm müəyyən taxil qardır. Orada da bir şey olmadı. Əsirlərin qayıtmasından istisna olmalılar. Bəli, Rusiya Ukraynanı ədalətsiz sülhə çağırır.
ədalətsiz şərtlərlə diktə edir. Trump da Ukraynanı işğal etmək istəyir. bəli, Gücü çatmır. və işğal eləmək istəyir. Bu da olunmur. Yəni bu görüşün uğursuz alınmasının səbəblərindən biri həm o Vitkovun, həm Trump administrasiyasının bir demək buna Putinə qarşı bir boykotu, həmin o sanksiyalara Lukoil neft şirkətlərinə götürülməsi ki, amma indi deyir ki, Xarici İşlər Nazirləri səviyyəsində demək bir görüş olacaq. Bir də deyəsən Uşakov təsdiqləyib ki, üzr istəyirəm, güya Vladimir Putinlə Trumpın növbəti görüşü olacaq. Bilirsiniz, bu bir oyun da ola bilər, danışılmış bir şey də nə bilim, necə də gedə bilər, fərqi yoxdur bir pərdə arxası oyun olar. Əsas burada son sözü bu məsələdə Ukrayna özü. Bunu da deyim, bitirim. Bu görüşdən sonra Avropa dövlətləri bir plan hazırlayır. Bilməm, xəbəriniz var, yoxdur. Fransızların da var, İngiltərədə var. Ədalətli, sülh, Ukraynaya heç bir torpağından, yəni vazgeçməmək şərti ilə Avropalılar dimdik elə bir Ukraynanın yanında dururlar. Olsa Britaniyada bilirsiniz, dünən Türkiyə Respublikasına 10 dənə, 30 dənə demək, hərbi bombardıman savaşı təyyarələrə çatdı, müqavilə imzalandı. Bu da çox maraqlı bir şeydir. İsveçin də Ukraynaya verdiyi tərəflər. İsveçin də verdiyi vardı. Trump Nobel mükafatı almaq istəyir, amma ona kimsə deyəmədi ki, sənin Nobel mükafatı ala bilərsən 2026-cı ilin noyabr ayında. Yəni sən hələ oktyabr ayında, sən hələ indi sənə yazmalıdır. İndi sən Əfqanistanla deyirsən, onu barışdıracam, bunu barışdıracam. Yəni onu Venezuela müharibə hazırlaşır. Bu tərəfdən Nobel mükafatı alması, bir tərəfdən müharibə. Var olun Kamran bəy, biz indi keçən il müzakirə eləmişik, müdafiə nazirləri nə oldu, müharibəni dayandırdın, sən indi rəsmi publik deyirsən ki, və onu da istəsəz deyim, məsələ nədir orada pərdə arxası? Venezuelada Mərkəzi Kəşfiyyat İdarəsi get Maduranı devir. Və nə oldu, sən müharibə elan eləmirdin. Yəni, qısası... Nə oldu, yığıb ölkəni ayırdı. Amma mən əslində o Trumpın düz elədiyini düşünürəm. Çünki Maduro ilə Putinin bir tayda orada oturub, bilirsiniz də xalqına halda orada. Amma mən sadəcə siz dediyiniz məqama deyirəm ki, sən bir tərəfdən Nobel mükafatı almaq istəyirsən, sülh insan olmaq burada iqtidar devirsi. Silah yığırsan oraya, kəbiləri artırırsan. Müdafiə, müharibə naziri yaradırsan. Məncə müharibə eləsə daha doğru olacaq. O diktatorları yavaş-yavaş oradan yığışdırsa daha yaxşıdır. Zaman göstər. Bir məqamı da gəlin biz müzakirə edək. Əslində siz dediyiniz Rusiyanın indi, ümumiyyətlə Rusiya həmişə bleflə məşğul olur, tarix boyu, qorxuzmaqla. Biden dövründə bir-iki neft şirkətlərinə, məşhur neft şirkətlərinə hələ Rosneft'i Lukoil'a qoymamışlar. Var olun. Baxın, təbii ki, Biden da bunu eləyə bilərdi və o konqresdə, senat da buna səs verəcəkdi, o dövr səs verəcəkdi. Amma doğrudan da Biden'ın dövründə elə bir neft bazarında, neft bazarının məkanında elə bir mənzərə var idi ki, Rusiya neft bazarından çıxanda, neft emalını azaldanda, satışını azaldanda neftin qiyməti sürətlə o dəfədə qalxdı. Və qalxmağı da Rusiya xeyirlədi. Ona görə Amerika göz yumdu və bilirsiniz o kölgə... Amma Hindistan alırdı, Türkiyə alırdı, digər dövlətdə Çin alırdı. İndi təhdid olunub ki, almır. Təbii, o dövrdə hələ hazır deyildilər. Avropada alırdı onda. Bəli. İndi alternativ, o həmən alternativ deməli, neft ölkələri artıq Saudi Ərəbistan'da artıra bilir, Qayanada ortağında var, Kanada ortağında var, sonra Qazaxıstan artıra bilir öz neft emalını deyənə. Artıq Rusiya neft bazarına çıxdıqca neftin qiyməti elə yerində qalır, heç qalxıb eləmir. Burada çox qüvvətli və güclü zərbə aldığını hiss eləyib Putin. Ona görə Dmitriyevi göndərmişdi ora. Dmitriyevi klon vəziyyətinə saldılar və geri qaytardılar belə. Tamamilə gülünc vəziyyətdə qaldı. Amma Putin başa düşdü ki, gülünc vəziyyətdə qalıbsa yeni blef teatrı göstərmək lazımdır və birdən-birə Gerasimov özü də hərbi paltar geyib, çox gülməli görünür. Putin hərbi paltar geyinəndə yanında da Medvedevlə bir yer, ikisi yanaşı Dvoye izlarca vardı, bir film vardı. Eti Dvoye izlarca, iki gnom yanaşı, amma bu da tək oturmuşdu belə hərbi, biraz da yuxarıda çıxıb oturmuş ki, biraz böyük görünsün. Altda da Gerasimov oturmuşdu, ömür boyu yalan danışır. 4 ildə adam yalan danışır. 100 var. Onu da gah ölür, gah infarkt keçirdir, gah hospitalda yatır, bu da bilinmir. O Ragozin kimi, Ragozin pis yerindən dəymişdi raket. Bunu yaxşı yerindən dəyir deyənə bəzən çıxıb nəsə danışa bilir. Ragozin də amma son zaman danışırız. Ragozin əməlli başı tənqid edir ki, biz uduzuruq. Ragozin başında deyəsən, ona raket pis yerinə dəyəndən sonra ağırlanıb, ağırlı oradaymış deyəsən. Və ondan sonra ağırlanıb və indi də doğruları söyləyir ki, biz uduzuruq, məğlub oluruq, müharibəni sağlamaq lazımdır. Gəlirəm Gerasimov Putin məsələsinə və Gerasimov məruz etdi ki, Putinə yeni bizim raketimiz var. Areşnik yaddan çıxdı.
Areşnik yoxdur. İtdi hardasa, yoxa çıxdı. Areşniklə qorxuzurlar bütün dünyanı. Areşnik idi, Skvareşnik idi, nə isə onunla qorxuzurdu. Bir ərində deklarasiyadan da çıxmışdı, doktrina da çıxmışdı ki, bir də bizim indi bütün Rusiyanı vururlar, dağıdırlar, Rostovdan da Dronumuz var. Amma bunlar bu doktrina da getdi ora, Areşnik getdi. İndi bu rivesiya çıxıb ortalığa. Və mən başa düşürəm ki, bu blef axmaqlar üçündür. Amma belə axmaqlar az deyil. Bəziləri gəlib soruşurlar, Kamran mənim, bəs deyir ki, bu riveslik var. Nə deyərsiniz o axmaqlara? Ümumiyyətlə bu blef edəsin. Bilirsiniz Kamran bəy, bu blefi elədiyin nüvə silahı ilə, çünki ən çox başlıq ondadır. Biden administrasiyası Ankarada Narışkinlə görüşəndə demişdi ki, əgər nüvə silahı atarsansa qarşılığını veriləcək. Bu bir. İndi də sizin dediyiniz kimi bu qəribə doktrinalar hazırlayırlar. Siz bilirsiniz ki, Vladimir Putin administrasiyasının rəhbəri işdən çıxardıldı. O adam hər nəsə bu komandanın üzvü olmasına baxmayaraq, bəli, dostu da olub, bir Peterburg klanı sayılır, amma girib qəbuluna söz də deyə bilmiş və son zamanlarda da çox sərt deyib ki, bu müharibəni dayandır. Bu Rusiyanı fəlakətə aparır. Deyək müharibə başlamamışdan əvvəl də Kozak savaşın əleyhinə olub. Demək olmaz, o demokratdır, sülhpərvərdir. Putin var olun, mən nə bunun Kozarevi, nə bunun müğənnisi, nə bunun... Bunlar hamısı Rus nasistidir, imperialistlər, faşistlər, Azərbaycanla keçmiş postsovet ölkələrində də özləri belə aşağı da var. Mən Allah Pukacova müsahibəsindən baxdım. Siz indi musiqiçi, sənət xadimisiz, məndən yaxşı bir kəlmə demədi ki, mən müharibə istəmirəm. Demədi ki, Rusiyanın, Ukraynanın işğalını qınayıram. Demirlər bunlar. Bunların məşhur müğənniləri... Müxalifətlər də demir. Heç biri türmədən çıxanları, o Karamurzayev belə, Rus ölməsin, nə bilim, nə Rus. Bunların telekanal toş üzürsün, pul verilmiş müharibəyə. Yəni, bunlar belədir, bu heç. Bir də Kamran bəy, o Kozerevin çıxmağının bir başqa məsələsi də var. Kozak. Keçmiş postsovet ölkələrində, Moldaviyada, bunların bir yumuşaq güc siyasəti, bizdə pullar milyon, bu pulları da yeyiblər. Ramizlər hər yerdə var, Qazaxstanda da Özbəkistanda. Yəni ortada da heç nə yoxdur, bu da çağırıb ki, yəni bu yumuşaq siyasət bu milyardda gedib. Hanı bə, Moldavada uduzduq. Gürcüstanda indi bir təhər belə, bizdə elə, Azərbaycan bu tərəf dünyada elə. Hanı da bu pullar, hara gedib bu pullar ki, ortada heç bir şey yoxdur. Amma ümumi olaraq da bu adam da etiraz edib ki, bu fəlakətdir, dayandırır. Və Kamran bəy, açıq müzakirə eləmişik sizlə. Da Rusu aparmırlar, ancaq qara demək, postsovet məkanına olan MDB ölkələri, Özbəkistan, Tacikistan, Azərbaycan, digərlərini aparın, müharibəyə aparırlar. Yəni, özü vətəndaş olanı, olmayanı, yəni Rus artıq döyüşməkdən də vəziyyətlidir. Qaçır və Rus etiraz edə bilir, başlayıblar etirazlar artıq bir spesial oldu Moskvada, bunlar gedirlər, ölürlər də orada da, bunlar olsa tapılır. Müharibənin ilk günlərində xatırlayırsınızsa əgər, bu İranın, belə deyək, İsraildən oğurladığı Suriya müharibəsində oğurlayıb onları, düşürdülər, tezcə maketini götürdü dronlar, Rusiyanı xilas elədi bir. İndi eşitdiyimə görə, yəni oxuduğuma nəzərən deyirəm, bu dron güya başlayıblar istehsal eləməyə, bir biletləri də bundan eləyirlər. Ümumiyyətlə Rusiya, mən bunu da bir fürsət vermişsiniz deyim, bu Trump administrasiyası, Trump prezident seçiləndən sonra bu Polşanı vurur. Fikir verirsiniz, bu son Avropanın hava limanları dron hücumuna məruz qalır. Münhen neçə gün təyyarələr qalxmadı. Danimarka belə. Kopenhagen'də belə. Var olun, Kopenhagen. Estoniya. Baxmayaraq Estoniyada nə qədər Rus bir şeyi var, yəni azınlıq xalqı, Rus dilli bir nüfuz var, yəni yaşayır, Ruslar da var. Nə bilim, digər bölgələrə belə bir qəribə bir şeylər gedir. Amma o da dayandı. O dayanır, müəyyən bir etab olmasına baxmayaraq, amma oldu. Oldu. Yəni bu, yox Trump'a demişdi, bax mən biləri qoy dronla vururum, hədə qorxur, gəlim, sən də şu gör, hədələ, bax biz gəlməsək, səni Rus tutacaq, belə bir şey gedir. Amma onu iş gedirdi. Trump bir də Avropadan narazı idi deyənə. Bunlar hepsi deyirlər ki, hamısını Avropa elə. Trump yaxşı kişidir. Trump bizlə Avropa onu qızışdırır. Bəli. Və o da işləyirdi. Trump da deyirdi, görürsünüz, Putin də məndən eyni fikirdədir. Avropa məni qızışdırır. Avropa deyir, qızışdırdı bunları, dedi ki, ən gülməli bunların arqumentləri ki, bəs bizim Ukrayna dilimizdə danışın.
Bəs bunu da Avropa ilə elədi. Ay qardaş, adamın dili var, Ukrayna dilidir. Bizi də öz dilimizdə danışmaq Avropada. Sən elə xalqların dostusan, hamı faşistdir. Öz dilində demək, danışmaq faşistlikdir. Öz dilini müdafiə edib qorumaq faşistlikdir. Amma siz öz dilinizdə, mən başqa heç bir kimsənin dilində öz ölkəsinə nə danışmağa, nə oxumağa qoymursunuz. Amma siz faşist olmursunuz. Yox, olar. Yəni, mən bu... Onların sözün əvvəli də fahişədir, sonunda fahişədir, amma onların dili bir sözü. Mənə bir hərbiçi bir dəfə dedi ki, bu Gerasimov yaxşı zabitdir. Dedim, valla, mən hərbiçi deyiləm. Amma deyəsən siz yaxşı hərbiçi nəyə deyirsiniz ki? Adam 4 ildir istədiyi müharibə aparırlar, 2023. Hər ana alacaqlar, uğursuzluq hələ düzsar olmur. Ancaq uğursuzluq. Nə yaxşı hərbiçidir, nə bilim, Bəli, hibrid müharibədən məqalələr yazıb, nə edib, nə qalıb, bu başqa şeydir. Bu Gerasimovun da indi bu növbəti bir doktrinası ki var. Belə deyək də, Kamran bəy, Gerasimov, bu Rusiyanın Vladimir Putin iqtidara gələndən sonra müdafiə naziri hamısı mülki adamlar olur. Gerasimovda son bir halqadır ki, ehtiyatda olan hərbiçilərin o gün bir bəyanatı da çıxmışdı bir müəyyən. Demək ki, bu bir halqadır ki, yəni bu qalıb orada bir maket də olsa, bir şey də qalsın, bir maraqlıdır. Yəni, heç olmasa ordunun güya Gerasimov nüfuzunu xələl gətirmir, güya qoruyur, belə bir şey də var. Amma Gerasimov orada nüfuzu yoxdur. Amma Gerasimovun orduda heç bir nüfuzu yoxdur. İndi təzə müdafiə nazirinin işi avtomat vuruşmaq deyil, ancaq pul məsələlərini həll eləyir, silah, sürsat, yeyintilərlə. Gündə də adam tutulur. Və orduda ən böyük çətinliyi o orada. Var olub və fikir verir, daha general da tutan zad yoxdur. Əvvəl tuta-tutu idi, deyəsən dayandı da, general da yoxdur, deyəsən pul düzəlib. Yəni, mən bu doktrinanın növbəti dəfə bir bilef adlandırıram və əgər bir dövlət, bir ordunun rəhbərliyi dövlətin komandanlığı tərəfindən qarşısına qoyulan məsələni yerinə yetirmirsə, elə bu uğursuzluğa düçar olunur. Bundan sonra da siz nə doktrinasa hazırlasın, neyinirsə də bunun heç bir fərqi yoxdur. 3 günə Ukraynanı, Kiyevi alıb güllə, çiçəklə sizi qarşılayacaqlar. Nəticə etibarən sizi heç nə qarşılamadı. 3 günü də gedib, üstündən 3 il də keçib dünya Rusiya cəmiyyətinə, Rus hakimiyyətinə nifrət edir ki, körpə günahsız uşaqlar öldürülür, qoca yaşlı insanlar öldürülür. Sən faşist deyirsən. Uşaq başlasın burada, bilərəkdə uşaq başlasın. 45-ci ildə demirsən, hər dəfə 9 mayda paradda çıxış eləmirsən, faşizm belə getdi bu. Sən Hitlerdən betər olmuşsan. Betər işlərlə məşğulsan, günahsız uşaqlar, uşaq bağçası, qocaları, insanları vurursan və niyə sən adamın torpağını işğal eləmirsən? Krımı güya tutacaqdın ki, Krımı deyil. İndi oyun oynayır, Krım məsələsi qalsın bir kənarda digərlər. Ona görə də mən bu doktrinaları bir növbətdə bir bilef kimi adlandırıram və içi də bir boş bir kağızdır. Təbii, mən biraz araşdırdım həmən bu Rivesnik'i, çünki mənim üçün də maraqlı oldu. Mən bilirdim ki, yalan danışır, bilefdir, o hərbi formanı geyməyin özü çox gülüncüdür. Mən indi hərbi forma geysəm, görəcək ki, bu dəfə mən döndüm. İndi mən belə savaş geyimimi geydim, mən çox gülməli görünür. Siz belə, bax, deyirdilər, Zelenskiyə klondur. Zelenski o geyimi əynindən, doğrudan da savaş geyimi əynindən dünyada nüfuz qazanır və həmin ayağa qalxır. Gör, savaşçılar. Sən gülməli görünürsən, o formada da filanda da Gerasimov orada 30 liramdadır. Amma mən araşdırdım. Görək bu Rivesnik nədir? Birincisi, bax, siz dediyiniz kimi, demək olar ki, sizin dediyiniz belə cümlələrdən çox təcrübəlidir. Trump eynən siz dediyiniz belə formatda cavab verib Putinə. Deyib ki, bizim deyir, sualtı qayıqlarımız, nüvə silahı daşıyan, raketi daşıyan sualtı qayıqlar Rusiyanın sərhədinin yanındadır. Bizə lazım deyil, uzaqdan atmalıyıq. Biz oradan vurub onu dağıdacağıq. Və getsin, başqa boş-boş işlərlə məşğul olmasın, Putin üçün deyir. Getsin, deyir, 3 günə qutaracaq, bir həftə deyib o, bir həftəyə qutaracaq müharibəni qutarsın, saxlasın. Gəlsin, ondan sonra belə baxaq görək nə söhbət edir. Biz raketlə filan da qorxuzmasın, darmadağın iləri yola. Yəni, Trump deyib belə tamamilə doğrudur. Və mən bu Rivesnik'i araşdırdım, sən demə, bu Rivesnik adlı raket, Areşnik ümumiyyətlə belə şey olmuyor tarixdə, amma bu Rivesnik adlı raket doğrudan da Sovet dönəmində laboratoriyalarda... Bəli, mən də elə oxumuşum. Bəli, 60-cı illərin sonunda filanında, amma demək ki, nüvə yanacağı ilə də, nüvə energetikasında işləyir o və hardasa 2 il uça bilər. 2 il yer kürəsinin ətrafında belə əməlli başı dolana bilər, amma bu 60-cı illərdə effektiv
silah ola bilərdi. Çünki o vaxt peyklər yox idi, uydular yox idi. Sürəti 900-800 kilometrdir saatda. Yəni təyyarə, mülki təyyarə kimi uçur onu. Onu o yer kürəsi fırlanan yox, qalxa kimi vuracaqlar o dəqiqə. Yəni o heç şansı yoxdur ki, harasa geçsin, düşsün. Özə idarə olunası raketdə filan da deyil. Yəni bu yalancı şey vardı, armada vardı bunların belə tanklar. Bəli. Qızıl meydanda elə Kremlin qabağında söndü qaldı sonra. Bunların bir Armagedon general da vardı indi içəridə. Armagedon, Suriyadan gəlmişdi, Dağdadcı idi filan. Yəni araşdırdım və gördüm ki, bu tamamilə lazımsız bir silahdır və bunu neçə dəfə də 2000-ci ildən bura kimi sınavdan keçirirlər. Uğursuzluğa düşür. Bir dəfə də partlayıb hətta nüvə uçan Çernobil deyirlər ona, yeri gəlmiş. Yəni var olun, siz onu aydınlıq verdiniz. Yəni mən qısadan dedim biletdir. Mən də sizin oxuduqlarınız kimi də oxumuşum. Yəni indi bu elə 60-cı ildə nə axtarı və məntiqi də qurdunuz. Bu o vaxt raket yox idi. Bütün Rusiya dünyanı kosmosdan, hər yerdən baxırlar, edirlər və deyirlər ki bu. Bilirsiniz, indi yenə altdan hörmətlə yazan, mərfətli, qanacaqlı tənqid edən insanların önündə mən baş əyirəm, yaxşı eləyirlər. Təhqir eləyənlər özünə qayıtsın. Və sizə, mənə də savadsız deyən adam özünə hörmət eləmir. Bunda altını cızıb deyirəm ki, siz illərin insansınız, indi mən də sizin dəstəyiniz anazot salınır. Mənə də savadsız deyir, valla da, mənə savadsız deyən adam özü savadsız. İndi burada deyəcəklər Rusiya, Ukraynanı şumlayıb və eyni cümlələrdə eyni adamlar yazır. Heç kim demir ki, Ukraynadan Rusiyanın bizi üstünlüyü var. Adam itkisi, ölmək onun vecinədir. Uşaq öldürür. Hə, o həm Ukraynalılar öldürür. Ukraynalılar bir dəfə də, məsələn, mən olsaydım vurardım. Mən deyəcəkdim, Ukraynalılar yandı, mən də özümü Ukraynadan bəli, uşaqlar. Bir dəfə də nə bina vurublar, nə uşaq bağçası vurublar. Ancaq zavodlar, bəli. Çünki onlar kişi adamdır, bunlar isə alçaq və çimodlar bunlar. Var olun. Və onun tərəfini saxlayan da o çimonun çimosudur təbii ki. Ona görə də mən buradan elə cavabımı verərəm və salam. Bəli, və alçaq şakalım. Yəni deyəcəklər ki, şumlayıb, nə bilim, oranı alıb, buranı alıb, heç aranı şumlamayıb. Ziyanlar verib, dağıdıb, amma Ukrayna xalqını hələ yer üzündən şumlamayıb, bu var. O nə zaman Allah göstərməsin, olarsa onda deyərsiniz ki, şumlayır. İkincisi... Pakrovski ala bilmir, bir dənə Pakrovski kəndini ala bilmir. 4 il ilişib qalıb Pakrovskinin böyründə. Var olun. İkincisi, Kamran bəy, demək, siz Ukraynadan həm günahsız insanları öldürür, həm də öz öyün adamlarını gözünü qırpmadan göndərir. O alkaşlar günən 1000 nəfər gündə insanları öldürür. Bu, siz o şumlayan adamlar ki deyirsinizsə, bu ayıbdır ki, türmədən həbs olunmuş dustağı məhkuma pul verəcəm, get, ölsən, sağ qalsan da əhv eləyirəm. Gör, sən Rusiya silahlı qüvvələri nə günlədir? Ola bilər, Napolyon gəlib Moskvaya hücuma keçib, gəlib. Ala bilməyib, Napolyonun uğursuzluğu olub, müəyyən səhv olub. Amma fakt Rus ordusunun, Çar Rusunu belə Şotland olub müşaviri, İngilis olub, Alman olub. Rus döyüşkən xalqdır, nə bilim, nə xalqdır, bilmirəm. Mif, yalan. O boş şeydir, olmayıb. Çünki müharibəsində də bu ordu bərbad günündür. Onu tutdu, bunu saldı, bunu. Bu gün də elədir. Mərd, qəhrəman Çeçen xalqının birinci Çeçen müharibəsində məhv olmuşdu bu ordu. Yəni, ikinci də... Onsuz da Çeçenlərə məğlub olublar. İndiki pulu verirlər və orada yaxın gələnmirlər. Yəni, Rusiya-Ukrayna müharibəsində Rusiya Federasiyasının bizi üstünlüyü var. İnsan baxımından qeyri-millətləri, türkləri, Azərbaycan digərlərini aparırlar, ən çox Özbək, Tacikistanlılar aparırlar, orada öldürürlər. Teymur bəy, bax, mən sizin... Qalan Ukraynadan dönə-dönə üzrüsəm Kamran bəy, Rusiyanın heç bir üstünlüyü yoxdur. Yəni, Ukraynanın problemi bu ayrı məsələdir. Amma Rusiyanın bir dənə üstünlüyü budur ki, insan itkisi Stalindir. Bu adamın özündə Stalinə Vladimir Putinin bilirsin, Lenindən xoşu gəlmir. Stalindən xoşu gəlir, simpatiyası da var. O da insan qırdırmaqla belə fəxr edirdi. Bu adam da elə onun kopyasıdır, onun bənzəridir, üzr istəyirəm. Yəni, ona oxşayır, onun kimi də davam edir. Amma bu sonda Ukraynaya qalib gələcək və Rusiyada məğlub olacaq. Onun uğursuz, mən heç vaxt Stalin tərəfində olmamışam, heç vaxt. Yox, sizi demirəm, mən Vladimir Putinin. Ümumiyyətlə, öz fikrimi deyirəm ki, Stalin tərəfində olmamışam, amma bu məqamda mən Stalinlə bunu müqayisə ediriksə, bu Stalinin heç
uzaqdan yaxına gələ bilmir. Çünki Stalin heç olmaz pulza da uğramır bu. Az oğru değildi. Bu bir. Buna götürür. Yəni alçağın biridir. Amma insan qədər tarixin ən böyük alçağıdır və millətimizin ən böyük düşmənidir. Bəli, bəli. Amma mən sadəcə özünü onu oxşadır deyənə, yəni Stalin inqilabçı idi. Yəni bunun özünün Stalindən xoşu gəlir, Lenindən xoşu gəlir. Stalin həyatda oğru idi, həyatda. Bu isə ancaq büdcədən oğurlayıb, həyatda oğru idi. Yəni adam önünü kəsib pul ala bilirdi. Başa düşürsünüz belə. Hansısa milyonərləri götürüb həyatda oğru idi. Bu üstünlük deyil. Mən sadəcə bunların fərqlərini deyirəm. Bir də Stalin hakimiyyət uğrunda savaşıb. Bu isə kimsə gətirib bunu kiminsə çamadan daşıyıb və o çamadan daşıyandan İndi bu deyir Stalin yaşasaydı, Stalinin sistemi geçseydi Sovet İttifaqı dağılmazdı. Lenin daha demokrat idi. Belə özünü oxşayan elə Stalin sistemi dağıldı da. Stalinin sistemi Bəli. Tarixdə bəzən mən sizə bir şey müqayisə üçün bir şey deyim. Birdən baxırıq Şah İsmailə, doğrumu? Bəli. Deyirik Səfəvilər olublar tarixdə, düzdür? Səfəvlərin tarixi 250 ildir. 250 il. Biz Sovetlə birlikdə hamımız Sovetlə yaranandan bura hələ 100 il keçməyib. Deyirik Sovet də qurtarıb, Rus imperiyası da gedib. Yəni tarixdə 250 il böyük bir period deyil. Amma mən başqa period sizə deyim də. Məsələn, çox sadə, o Abbasilər xilafəti dağılanda Teymur bəy. O Xorasan tərəfdə oranın valisi bir ölkə elan edib. Dağıldı da, dağılıb çıxıb gedib özü üçün xanlıq elan edib orada. O xanlığın ömrü 50 il olub. 50 il. Bəli. Buradan baxanda o saniyədir. Bir saniyə. Stalindən sonra Sovetin ömrü heç 50 ildə olmadı. Yəni müqayisə eləmək istəyirəm də. O artıq təməlindən səhv idi deyənə dağılırdı. Və Sovet hökumətinin tərifləməyə qalxan adamların nə qədər axmaq olduğu bilirsiniz necə? Sovet hökuməti gözünüzün önündədir də. Bu cəmi 70 il oldu da, düzdür? Bəli. 20-ci illər aclıq, 30-cu illər aclıq, repressiya, insanların öldürülməsi. Dünən onu tərifləyənlər də var idi bizim üstə. 40-cı il, 50-ci il, 60-cı il, Xruşov vaxtı acdı. Biraz Brejnevin vaxtı əhbəy tapıb O yedi. da ona görə ki, əhbəy vardı ancaq, başqa bir şey yox idi. Brejnevin vaxtında, bax, Brejnevin vaxtındakı Sovet insanı, bəzən deyəndə, mən fakt sadəcə gətirəcəm. O üfunətli bir məxluq idi. Yəni biz özümüz. Ne üçün? Mən sizə deyim. Ne üçün biz Amerikadan gələn bir insana, İngiltərədən də kapitalizmə gələn insana belə Sovet dönəmində əl çatmaz, yad planetli kimi baxırdıq. Niyə? Ondan hətta yaxşı iyi gəlir. Niyə? Çünki o, orada dezodorant vardı, Sovet hökumətdə dezodorant yox idi. Yəni sən yaşayırsan bu ölkədə, əhbəy var. Bir tər çörək tapıb yeyə bilirsən və ona sevinirsən ki, nə gözəl. Krolikə gedirdilər. O şey olur, krolik olur, belə kökdən zatdan verirsən sevinərə. O krolikdən də dovşan. Bunlar dovşandan da qorxaq və əsirlər Sovet hökumətinə qabağında. Yəni, adam dezodorant varmı? Var. Adikalon varmı? Spartakus, Aramis, Kaşarə falan elə gəlirdi. Onun paltarından da yaxşı gəlirdi, düzdür, belə şeydir. Burada varmı? Yox. Burada bir şiper vardı, şiper. Şiper vursaydın, itlər də səndən qaçacaqdı. O halda idilər də. Yəni, orada, bunların heç tualet kağızı yox idi. Bu adamların, bu məşhur Rus imperiyasının, Rus mədəniyyətindən danışanların 70-ci illərdə deyiləm. Mən 60-cı illər yadımda deyil, 50-ci illərdə görməmişəm, düzdür. 70-ci illərdə tualet kağızı yox idi. 80-ci illərdə də yox idi tualet kağızı. Hardan qəzet tapdılar filan, adam, hələ indi də adam olmayıblar. Başa düşürsünüz? Yəni, mən gigiyenik məsələ. Sovet adamı, həmən o dezodorantı, adikalonu olmayan və tualet kağızı olmayan topa bir avtobusa girib, basa-basa girəndə birinci kapitalist ölkəsində adam oraya girsə də orada ürəyi partlayardı. Onlar sadəcə ona öyrəşiblər. Başa düşürsünüz? Çox maraqlı məlumatlar verir. Bu belədir, fakt yəni, bu Soveti tərifləyənlər, deyənlər və Sovet sənayesinin də bir çoxunu Amerikanın dəstəyi ilə Amerikan mühəndisləri o başqa mövzudur. Təbii ki, və 70-ci illərdə də əhbəyin olmasının səbəbi ondan ibarət idi ki, Sovet hökuməti ancaq öz belə olduğu vaxtda da ancaq 70-ci illərdə Amerika ilə dostluğa başlamışdı. Soyuz Apollon, silahları nüvə silahların, raket skat, bəli. Və oradan saqqızlar gəldi, adikalonlar gəldi, Amerikadan bura cins gəldi, başa düşürsünüz və o 70-ci illər insanlar o cins üçün darıxdılar. Ona görə də əhbəy biraz çox əhbəy tapdı yenə. Biraz əhbəy də gəldi. Sonra bir bacı getdik ki, yenə Əfqanistana, acdıq. Mağazalar boşaldı, talon ət, talon yağ, heç talon da olmadı sonra. Buzlu ət yeməkdən, avtobusa dezodorantsız gəzməkdən, bilməm, kaşiyə dönmüşdülər də. Onun üçün mən bu şeyləri deməliyəm ki, cavanlar bilsinlər. Çünki gənclər bəzən bilmirlər ki, hətta gəncləri də anladılar, deyirlər, Kuba əla ölkədir. Bilirsiniz, belə internetdə yayırlar.
Kuba, nə bilim, özü Səhiyyəsi güclüdür. Hə, yəni orada bilirsiniz kommunizmdir, orada hər şey belədir. Hələ çıxarış vermirlər orada bu cür. Oğlan uşaqlarını bilirsiniz, uşaqlıqdan Uzidə görəndə, orada səhiyyə də oradan güclüdür. Elə o Sovet dövründə yox, ondan da əvvəl. Kubanın bilirsiniz, böyük inkişaf dövrü olub. Fidel Castro'ya qədər Kuba çox inkişaf eləmiş bir. Ancaq Ruslar gələndən sonra, Sovet gələndən sonra onlar indi hala düşüblər də. Kubada pandemiya olmayıb, ölüm olmayıb pandemiya ərəfəsində. Belə fikirlər yox. Yəni ki, burada hətta bilirsiniz Teymur bəy, oğlan uşağı olanda Uzidə onu məhv edirlər. Çünki böyük fahişə olmayacaq. Orada pulu ancaq qız uşağı doğulub o fahişə olmalıdır ki, evə bir 10 dollar falan gətirsin ki. Bu məlumatı bilmirdim. Çox böyük. Təşəkkür edirəm. Rəzalətdir orada. Çox böyük rəzalət. Orada bu necə? Çox maraqlı məlumat. Siz belə insan Şimali Koreyada elədir. Düzdür, Şimali Koreyada o mənəvi cəhətdən Kuba kimi deyirlər, Kuba bilirsiniz də. Amma təbii ki, söhbət mənəviyyatdan gedir ki, yəni kasıb adamın mənəvi. Ehtiyac insanı alçaldır, yəni ehtiyac insanı əyir, çox şeylər var. Budur, Sovet budur, indi bilirsiniz necə, bunlar, neysə, onu başqa bir mövzu da eləyərik, bir dəfə onu ayrıca mövzu eləyərik, siz tarixi ekskursları eləyərik. Yəni bu bilef, bu raketdən deyirdiniz demək, yəni indi də bu Rusiya-Ukrayna cəbhəsi və bu görüşlərində, istəyir bu gündən sonra da olsun, mən o görüşlərdə heç bir məna görmürəm. Ya Avropalılar, Amerika Birləşmiş Ştatları əlini stola vurub, bu müharibəni Vladimir Putinin qabağını lap ağır şərtlərlə ya sənə deviririk, məsəl üçün deyirəm, ya bu müharibəni dayandır, ya da Amerika Birləşmiş Ştatları, NATO, Avropa dövlətləri bir koalisyonla bu müharibəni dayandırmalı. Ukraynaya qalib gəlmək, ya da Ukraynanın istədiyi silahları verərək bu müharibə bitməlidir Ukraynaya. Ən pis arada sizin dediyiniz kimi əvvəl demirdi, təmasda gəlin dayanaq. Bu Ukrayna tərəfi də mənim gördüyüm, izlədiyim Ukrayna prezidentinin verdiyi bəyanatlarında, digər müdafiə nazirinin bəyanatlarında Ukrayna dövləti heç nə sülh-zat istəmir. Atəşkəs istəyir. Təbii, Trumpın dediyi, atəşkəs istəyib, güclənib, problemləri həll edib və seçki məsələlər də var gündəmdə. Məsələn, Zelenski indi deyir ki, düşünür ki, inandırıb kimsə ki, atəşkəs olsun, ölkədə seçki keçirdək, sən bir növbəti seçki xalqın dəstəyi ilə daha bir məsələ var. Yəni, bu planlarda. Amma Putin dayanmayacaq, çünki Putin dayansa məhv olur. O başa düşür ki... O olmayacaq Kamran bəy, tamamilə mən sizə razıyam. O dayanmadı. Ukrayna müharibəsi Rusiyanın, Vladimir Putinin iqtidarının qarantiyasıdır. Ona görə bu müharibəni biz dəfə deyirik başlamış. Rus xalqı da bilmir, nə axtarır Ukraynaya. Ukrayna məğlub olsa da var, öz-özləm Kamran bəy. Rusiya məğlub olsa da, bu çıxıb deyəcək ki, biz qalib gəldik, inanacaqlar. Yəni, inanacaqlar ki, düz deyil, bu işimiz bitdi orada, bəndərləri, nə bilim, millətləri məhv elədik. Amma özünə hörmət eləyən Rus qadını, özünə hörmət eləyən Rus yaşlısı baxmalıdır ki, dünən mən baxdım, o şeydə vurublar, Pakrovskda yaşlı Ukraynalı qadını nasıl ki, nə aparırlar və ağlaya-ağlaya deyir, anam buradan olub, babam burada olub, mən burada elə görmüşəm. Onu bir şey, yəni sənin ordun, sənin dövlətinin rəhbəri nə axtarır Ukraynada, nə malını aparır burada? Mən öz dilimdə danışmaq istəyirəm. Nə istəyirsən, qardaş, sən məndən. Mən digər bu dildə, mən Zevnik Birjinski şahmat taxtası var ya, önəmlidir, qoymayacaq, bu başqa şeydir. Ukrayna olsa NATO-ya üzvü olmurdu. İstəmirdi də. Bush'un xatirələrini də oxumuşam. Təzəli çox oxudum, qutardım. Orada da deyir Merkel, Bush deyir ki, oğul Bush. Belki Merkel də istəmirdi, Fransa da istəmirdi. İstəmirdi. Onlar mənə deyir, xəyal Merkel ilə Sarkozy mənə xəyal qırıqımı uğratdı ki, niyə istəmirsiniz, niyə qoymursunuz? Yəni, o söz verəməyəcəklər. Sən kimi hara nəyə üz verirsən? Onlar yalan, təbii ki, onlar boş şeylərdir. Yəni, bu bəhanələrdir, NATO gələcək. Ona lazımdır Ukraynanı Krımı işğal eləymək istəyir. Sonra Azərbaycan alsın. Bəli, bu müharibəni var olun. Bu müharibəni başlamaqla ona qədər də deyirdi ki, Krımın işğalını tanı, Krımın işğalını tanı. Heç kim tanımır, axı, tanımayacaqlar. Krımın işğalını tanı, vəssalam, bu iş bitsin. Sən götmüsən, mənim torpağımı işğal eləmişsən. Özü, sənin Xruşovun verdiyi torpaq. Sən olub, olmayıb, bu başqa şeydir.
Yəni bu məsələlər var. Bizim olub o. Krım ömür boyu Türk torpağıdır. Türk torpağıdır. Və Türk torpağı da gələcəkdə mütləq olacaq. Burada bir məsələ var. Biz keçən dəfə sizlə bir məsələni də müzakirə etdik. Bu Çexiyada hakimiyyət dəyişikliyi ola axı bilmirəm. Mən sizə Çexiyanın adını söyləmişdim. Çexiya yeni baş naziri milyarderdir. Və bu da Ruspərəstliyə başlayıb yeni bir şey. Yəni mən özləri bilər Çex xalqı seçib, mənim işim yoxdur, qarışmıram da. Amma bu 68-ci Praqa hadisələrini, Çexlərə zülmü, bunları da bir özünüzə hörmət edin. Macarları da demək lazımdır. Macar, indi Ukrayna, Çexin Ukrayna ilə nə alışı-verişi var, mən başa düşə bilmirəm. Amma Macarın Çini kürdürəti var. Biz sizlə bir dəfə də demək bunu müzakirə eləmişik. Mən beynəlxalq təhlükəsizlik dərsində də bunu keçirik. Demək, bu Macarlar var ki, Ukraynada, güya Ukrayna dövləti Macarları assimilyasiya uğrayır. Belə bir fikir ilə atıb Macaristan hakimi. Amma harada nəyə assimilyasiya uğradı, onu da bilmirəm. Putin tez istərdi. Yox, Macaristan hakimiyyəti, hökuməti bunu deyir həmişə. Başa düşürəm, amma Putin tez istərdi. O, Putin tez istərdi. O təkrarlayır. Yəni, amma Çexiyanın bu Ukrayna ilə nə alışı var, nə verişi, nə düşmənçiliyi var, mən başa düşmürəm. Zeman var Çexiyanın prezidenti, o tamamilə Putin pərəsti idi. İndiki elə deyil. Bu Slovakiyanı bildi, gözəl Slovaklar bilirsiniz də, katolikdir. Katolik hara, pravoslavı dəstəkləmək hara, bu da bir maraqlı. Pul gedirdi ora. Slovakiya ümumiyyətlə yaxşı silah istehsalı var. Çexiya, Slovakiyanı siz məndən yaxşı bilirsiniz. Slovakiya tərəfdə yaxşı silah istehsalı Slovakiya eləyir ona. Yəni, bu məsələlər var. Bu Gürcüstanda bilirsiniz qəribə, Moldovada. Mən bir şeyi də deyim, bağışlayın, sözdən sözə keçirik. Moldova hakimiyyəti yaxşı artıq müdafiə məsələlərinə pul ayırır. Profesional orada hazırlanır. Və digər məsələlər var. Əgər, gözəl dediniz, nöqtəni qoyuram, yəni, Ukraynanı tutub alsa, işğal eləsə, istədiyini elətdirsə, sıra Moldovanın. Təbii, o sıra Azərbaycandadır, Moldovadadır. Azərbaycandadır. Gürcüstan və Ermənistandadır. Məsəl üçün, indi bax, Türkistan dövlətləri gedir Vaşinqtona, Biden administrasiyası çağırmışdı, yəqin indi də çağıracaq. Mən bir məsələni də deyim. Çox önəmli bir hadisə. Türkistan dövlətlərinin... Biden administrasiyası da çağırmışdı onu. Deyirsiniz, Teymur bir dəqiqə deyil. Qırğızstana qarşı çox böyük sanksiyalar qoyulub. Çünki Rusiyanın sanksiyalardan çıxartdığına görə. Yəni, nə qədər şirkət var. Sonra, mən dünən bir şey oxudum Kamran bəy, dünən yox sağa gün, mən bunu burada sizlə deyilib, basbar bağırırdıq ki, İran Gürcüstanda güclənir. İran Gürcüstanda güclənir və borsalı qardaşlarımızın içində. 2500-ə qədər Gürcüstanda İran şirkəti var. İranın sanksiyalardan çıxartmaq üçün film fırıldaqlardan çıxırlar. Çox da borsalı ərazisində açılır. Yəni, bunu da belə məlumat üçün dedim. Yəni, var olum. Yəni, soydaşlarımızın içində... Yəni, bilirsiniz, bu borsalını deyirik ki, İran orada güclənir, 2500 şirkət açılıb. Siz bilirsiniz də, Gürcüstanla keçmiş baş naziri Vanashvili tutdu, içəri saldı, pul yuyub, nə bilim, nə varıb. Orada da belə qəribə hadisələr baş verir. Yəni, qısası, indi bu dövlət katibi ilə Lavrovun mən o gün müsahibəsinə baxdım, görüş olacaq, olmayacaq bilmirəm. Nə olursa da olsun, uğursuz bir şey olacaq. Amma bu bataqlığa Əfqanistan bax. Özü Kamran bəy, indi 60-cı illərdə bilirəm Anadolumuzda, yəni var olun, uzun ömür, can sağlıq. Vyetnam müharibəsindən çıxartdı ikinci bunları. Əfqanistan müharibəsinə bir tərdə 79-80, 10 ilə bir tərdə bataqlıqdan çıxdı. Bu 3 ildir də davam edir. İndi belə görsəni 4 ildə gedəcək 2026 qədəm qoyacaq Rusiya-Ukrayna müharibəsinə. Bu məsələdə isə Rusiya-Ukrayna nə heç kim daşın altına əlini qoymasın, belə xalq dili ilə deyək. Ya heç kim bir lider yoxdur, bu bataqlıqdan bu çıxartsın. Ümumiyyətlə, dünyada lider problemi, biz keçən bilsizdən danışmışıq. Var, siyasi lider problemləri. Problem var, avantüristlər, popülistlər. Dünən baxıram, Lukashenko gedib bir dənə zavoda haradasa, valla gülməkdən də özümə gülürüm. Girib zavoda, zavod dağılıb, Sovet hökumətində dağılıb, zavod, deyir bu damı niyə düzəltmirsən, sənə bir həftə vaxt qoyuram, verməsən güllələyəcəm, bu nazir,
O da deyə qorxuruq, diktator, qardaş bu zavod dağılıb. Baxın bunun deyir fəhlə. Təbii icazə verin mən onu biraz. Yəni üzr istəyirəm, bu vəziyyət budur. Yəni bu Vyetnam bataqlığından çıxdı, Lukashenko məsələsini istəyirəm bir balaca geniş. Yəni yoxdur lider indi. Lider yox təbii ki. Və bu işdən də heç kim çıxa bilmir. Nə Fransada gör De Gaulle var, bu günlərim, nə İngiltərədə Thatcher var, nə də Amerikada bir rəqəm var. Biz onu açıq bu belədir. Amma burada o Lukashenko məsələsini çünki bir yaxda dediniz ki, Putin o məğlubiyyəti qələbə kimi öz xalqına, öz toplumuna qələmə verə bilər. Bu çox önəmli bir məqamdır. Çünki Savok adlı, Savok, Sovet hökumətinin psixologiyasında, o Sovet hökumətini görməyən adamlar da var. Savok adlı bir mankurt, axmaq bir zümrə yarada biliblər bunlar. Məsələn, Lukashenko gedib orada o damı göstərib, deşiyi, niyə tutmursan, bir hansısa feycanın üstünə qışqıranda Azərbaycandakı Savok verirlər, kişi işləyir də qardaş, görürsən. Kişi adam ya. Deyirsən ki, böyründə Polşa var, orada Lukashenko yoxdur, cəmaat 1000 dəfə Belarusunda yaxşı yaşayır. Yuxarıda Finlandiya var, o tərəfdə Litva, Estoniya var. Orada pensiya 2000, bilməm 1500 evroda orta əmək haqqı, 2500 evroda əmək haqqı. Burada 200 dollar. Belarusiyada iqtisadi vəziyyət iş qurmaq görə lap yaxşıymış. Yəni bu Savok nə Polşanı görəcək, nə Finlandiyanı, nə Norveçi, nə demokrasiyasını görəcək. O ki yumruğa ki öyrənib, başa düşürsünüz. O ki təhqirə ki öyrənib ki, qalxos sədəgərdir. Ay, mansan burada. Yox, dağılmış zavodun. Çünki heyvan doğuşu. Dağılmış zavodun nəyinin damını düzəltsin. Dağılıb axı. Lukashenko onu, o deşi məsələsini o Savok üçün deyir. Ki, indi görün Azərbaycanda o qədər, görün Belarusiyadalar nə qədərdirlər. Ki, батя мужик, он колхозник, он кулаком по столу стукнет, и тогда все. Onlar onun üçün işləyir. Üzr istəyirəm, sözümü bitirib. Bir də həmən o Putin məsələsində deyim sizə, elə o Savok var zümrə. Mən sizə indi bir metafora təsvir edeyim. Putini əgər Q, kirli əlifbasının Q hərfi kimi əyib, qandallayıb və daldan təpi vura-vura aparsalar, görsələr, həmən Savok o mənzərəni görsə, deyəcək ki, Putin özü eləyir ki, o arxada adam var, gələn adam var. Onun əyə ağrısın. Deyir, onun dalına varanda ona qədər, yəni o qədər çürüyüb ki, bu o qədər heyvandır ki, amma Putin bunu bilir. Lukashenko bunu bilir. O zümrəyə, amma artıq o bitib. İndi nə blef keçir, nə yalan keçir. Keçmir. Mən dediyiniz məqamda da Ukraynanın da bu müharibənin uzanması bu günlər, gəlin açıq danışıq, Çinə də sərf eləyir. Amerikaya da sərf eləyir. Avropaya da sərf eləyir. Rusiya gücdən düşür. Ukraynada öz insanlarını itirir, müharibə qalib çıxsa belə yaralı formada çox gözəl təhlükəli nöqtə vergülünə qədər sizdən razıyam. Fransanın silah zavodları işləyir. Pul qazanırlar. Almaniyanınki İsveç. Almaniyanınki işləyir. Üzr istəyirəm demək sizə, Amerika Birləşmiş Ştatları bu müharibədə istifadə edir, Avropa dövlətlərini hədələyir, silah satır. Baba, mən qurmuşam Avropa İttifaqını, NATO-nu mən qurmuşam. Niyə qurdum? Sizi Sovet İttifaqından qorumaq üçün görürsünüz, indi yenə sizə Münheni vurur. Amma burada oyunu, ona görə də... Neft sanksiyalarını qoyacaq, o neft yerinə kimin nefti satılacaq? Öz nefti. Hindistana deyir, Cənab Ərdoğana da deyib, alma, mənim neftimi al. Bu var. Biden administrasiyası neft məsələsində, Ukraynanı, üzr istəyirəm, Rusiyanın neftin məsələsində bir çox dövlətləri gətirə bilmirdi yola. Amma bu Trump nə qarır, hədəliyir, qorxulur, nə bilməyir. İndi İsveçdə, Kəmran bəy, səhv eləmirəmsə, İsveçdə Xi Jinping yoldaşla görüşəcək, razılaşıb, bazarlıqları tamamlanıb. Bundan əvvəl verdiklərini geri götürəcək ki, balıqla səhv eləmir. Bu oyun oynayır belə, başa düşürsünüz. Bu yenə deyirəm, indi biz Amerikaya getməyək, yəni bu adam 2028-ci hədəfləyir Trump seçilməyə. Buradan da oranı tutur, buranı tutur. Yəni belə bir şeylər var. Yəni biz sizdən keçən dəfə də danışdıq. Vladimir Aleksandr Lukashenko bizim verişimizdən keçən dəfəkindən danışaq. Nə qədər məhbus azad elədi. Trumpın zəngindən. Yəni bizim keçən verişdən sonra da yenə buraxdı. Yəni Amerika ilə də oynayır, görüşlər aparır. Hər öz oyunu oynayır da burada. Bəli, burada hər öz oyunu oynayır və bu oyunların içində də biz Azərbaycan dövləti, milləti, Azərbaycan dövlətinin hakimiyyəti, iqtidarı, müxalifətdə ayrı-sayı olmaqla bu oyunlarda dövlətimizi, millətimizi, bayrağımızı qorumalı. Bu oyunların, bu müharibədə bizim də müəyyən. Gəlin onu açılan yoldan danışıb, bizdən gəlmişik. Yəni, qısası Rusiya-Ukrayna müharibəsinin qədəri
Ukrayna xalqının əlindədir, Ukrayna hakimiyyətinin əlindədir. Koreya müharibəsi kimi bir atəşkəs ola bilər, hələ ki bir üfüqü yoxdur. Amma Ukrayna xalqı ancaq və ancaq burada qalibiyyət dua eləyirik və U dönüş eləsin, Vladimir Putini məğlub eləsin. Təbii Slava Ukrayna deyirik, Gero Slava deyirik. Baxın, indi yol, yəni Türkistan dövlətlərində bizim dövlət başçımız Qazaxıstanda görüşündən sonra Ermənistandan ilk maşınlar keçdilər. Bəli. Keçdi, İranla belə kəskin mən deyirlər ki, qırmızı xəttdir, yol açıla bilməz, İran burada vurarıq biz. Hətta ordu gətirdilər, Arazın yanında o tərəfə, bu tərəfə getdilər ki, yol açıldı. Və Paşinyan da razıdır, erməni xalqı da razıdır. Heç bir etiraz falan yoxdur. Nə keşişin səsi çıxır, nə də beşişin səsi çıxır. Gündə bir keşiş tutur. Bəli, bir keşiş tutması da içəri. Amerika da razıdır, yolun üzərində Amerika dayanacaqdır. Onsuz Amerika oranın Trump yolu deyirik də orada, düzdür. Amma Mirzəyə müsahibə verib ki, o Trump yolu deyil. Buyurun. Təbii, indi orada Amerika... Yox, onu mən, yəni siz biləm. Siz şərh eləyin ki, bu yolun açılması genişlənə biləcəkmi, yoxsa bu ancaq bir siqnal verir? Biz sizlə paralel dəfələrlə müzakirələrimizdə deyirdik ki, Azərbaycanla Ermənistan arasında sülh və diplomatik danışıqlar aparılmalıdır, təqdirə layiqdir. Və siz də biz də deyirdik ki, vasitəsiz. Bu proses uğurla davam edir. 5 nəfər bizdən gibi. Amma mənə heç kim nətər başa düşsün, faşist deyən var, nasist deyən özləri bilər. Erməni bizim əcəli, əbədi düşmənimizdir. Erməniyə də güvən olmaz. Amma indiki geostrateji məkan, dünya nizamında üçün bizim Ermənistanla sülh müqaviləsi və diplomatik münasibətlərimizin qurulması vacibdir, düzdür və biz qalib tərəfik. Biz kimisə əzməkdə fikrimiz, amma ehtiyatımızı əldən verməmək şərti ilə. Ehtiyat dediyimdə nəyin məsələdə tuturam? Hindistan dayanmadan Ermənistanı silahlandırır. Şimdi pulla, nağarır, neyini, əlbəttə Vaşinqtonla bu işdə var. Yəni bu məsələlər var, bunu da özlərlə. İndi Nikol Paşinyan dünən bir bəyanat tamamilə deyirsiniz, vurğuladı. İran bilirsiniz Kamran bəy, bu dəqiqə İsrail-İran müharibəsi İran özünə gələ bilməyib. Yalandan elə asır, kəsir, indi düşüb bizim 4-5 noyabrda. Amma məncə Pezişkiyan da siyasətən önəmlidir orada. Pezişkiyan İsrail-İran müharibəsindən sonra birinci bu sözü deyən siz Kamran Həsənli olmuşsunuz. Əli gücləndirdi. Evet. Və indi də yolun açılmağına razılıq. Yolun açılmağına, yəni bu başa düşürsünüz. Mən yəqin Farslar da özünü böyük bir də milliyyətçilik, Azərbaycanlılara qarşı dırnaqarası olaraq aşağı özləridir. Görənlər var. Amma təbii ki, faşistlər, bütün Fars millətləri bir sözdür, bir Fars. Amma indi o bizim Güneyli qardaşlarımızı çıxır, amma onun aidiyyəti yoxdur bu səbəb. Yox, Farsların içində təbii ki, düşünər. Ola bilər. Mən Farsla Rusun tarixçisində ikisi də eyni görürəm. İkisi də Azərbaycan tarixi haqqında inciməyin. Ağızlarına gələni yazırlar, ağızlarına gələndə fikirləri dünyaya tədir. Ona görə mən bunu belə, siz bəlkə mən görmüşsünüz ola bilər. Bunu fikrinizi hörmətlə dinləyin. Var olub. Başqa çıxış yolu da yoxdur İranın. Bunu qəbul edib etməməkdəndir. Ona görə İsrail ordusu 20 o müharibədə can rüsvay olub. Get öz qınında otur, başını saxla. İndi ona görə Mesut Peşkyan da getdi o deyə bu fakt məhdud ki, yəni bu ölkəni bu günə qoymusunuz. Ya mən işləyim, ya çıxaq gedək, ya kimi gətirirsiniz, gətirir. Həqiqi də elə deyib var. Qəbul olmuşdu, özündə gəlib otdum bunun yerində. Görün deyib ki, Azərbaycan bizim yaxın qonşumuz və dostumuzdur, qardaşımızdır. Başqa çıxış yolu da yoxdur. Bu, mən tələbəyə də deyirəm, bu beynəlxalq münasibətlərdə hamının hamıya ehtiyacı var. Hamının hamıya salam mələk etməlidir. Sən İranda 35 ildir bizim deyirsən dövlət saymıram, bayraq, Bakı, nə bilim, nə qəsəbə, əyalət görürsən, olmur da tutmur. Sən deyirsən Türkiyə 35 ildə bu ölkədə hörmət qazandı, sevgi qazandı. Türk əllərində xətrinə dəyməsin, Türkistan dövlətlərindəki görmədikləri sevgini, hörməti qazandı. Sənin də İran 35 il ərzində bu ölkədə hörmət qazandı, sən nifrət qazandın. Sən nifrət qazandın da eləmədin. Din pərdəsi alkən girdin, məzhəb nə bilim, ümumiyyətlə məzhəbçilik siyasətini bu ölkədə yığışdırmaq lazımdır.
Kim nə namazı qılır, kim hansı məzhəbə qılsın, bu ölkədə fitnə, fəsad, kansısa ağanın, əfəndinin gətirib burada şeyini təbliğ eləməsin. Qılırsan, qıl, Allaha ibadət elə, bizə də dua elə, düz yol yaşayaq, özün yol, Peyğəmbərin yolun get. Fitnə, fəsad qurma, dünənə kimi özün nə olmuşsan, indi başlamısan namaz qılma, hansı ölkənin burada propagandasını aparırsan. Və hamıya, bütün məzhəbədə aiddir. Yəni, İran bu qazananmadı. İndi də əleyhinə oldun, lehinə oldun. Sənin 32 generalı öldürdülər. Liderin getdi bunkerdə gizləndi ki, oğlunu hakimiyyətə gətirmək üçün. İsraillə niyə düşmənsən? İran, Amerika ilə niyə düşmənsən? Heç özün də bilmirsən. Niyə düşmənsən onunla? Özünüz də bilərsiniz. Bizə siyonist, bilmirik siyonizmdən. Siyonizmdən xəbəri yox. Ay qardaş, sənin öz dinində o elə. Ay qardaş, sənin Kirinin arvadı Yahudi olub, sənin Kirin Yahudiyə qapı açıb, məbəd tikib, sənin ölkəndə Yahudilərin olub, sənin ölkəndə bu gün də Yahudi var, sənin ölkəndə Yahudilikdən dönüb müsəlmansın olan iş adamları var, sən Yahudilərin əli ilə Amerika ilə iş qurmuşsan, nə oldu siz birdən-birə? Yahudi ilə isə. İndi 4-5 Azərbaycan multikulturalizm mərkəzi bir tədbir keçiriləcək. Düşmüsünüz bir ucdan tutma yenə başlamışsınız. Oradan Türkiyə Respublikası, qardaş Türkiyə Respublikası bəzi şeylər düşüb, hətta bir partiya sədri Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə məktub yazıb. Ay qardaş, bilirək kimi bununla oturan siz olmuşsunuz da. Biz olmamışıq ki. Bu siyonizmin niyə Yahudi qıraq biz? Yaxşı, biz siyonizmin dırnaq arası gedin əlinizə avtomatonun vuruşun, Fələstin dövləti qurun. Biz qura bilmirik. Yəni, bilirsiniz... Biz heç istəmirik. Ay qardaş, bu nə düşmüsünüz? Türkmənistanın İsraillə yaxşı vətəndaş. Mən keçən dəfə də demişəm. Qasım Cömət Tokayevin Qazaxıstanın əcəb yaxşı, gedin onlara da hücuma keçin. Gedin onlara da deyin də siyonist. Hadi Uyğurları qırırlar Çində. Hə. Get Qırğızistana deyil. Türkləri qırırlar orada. Özdə Türk olduqlarına görə deyil, Müslüman olduqlarına görə qırırlar. Azərbaycan dövlətinin prezidenti deyir ki, 48-ci il bəyanatını dəstəkləyirəm, dövlət yaradım Fələstinə. Qəzza müzakirəyinə getdi Azərbaycan. Məlumat yayılıb, hələ dövlətimiz bunu nə təksib eləyir, nə təsdiqləmir, mən heç buna biraz... İndoneziya, biz Pakistan sülh missiyası göndərmə. Niyə duraq sizdən vuruşaq, nə düşmüsünüz siyonizm, dünənə kimi onunla oturan siz, ona su satan siz, yemək satan siz, gedin özü şey eləmək. Ona görə də bu bir də Nikol Paşinyan iqtidarının və Nikol Paşinyanın da İranı zərəsiz yüngül varı dedi ki, ged işinlə məsul ol. Əvvəl Paşinyan qaçdı İrana, o yazı İlk gündən. Yadınızda Məşədan da deyirdik, Məşədan da deyirdik. 2018-də gələn, mənim doktor çıxışımda qaçdı, getdi oraya. Gözü bir şey alınmadı, Rusiyadan bir şey alınmadı, qaçdı Fransaya, oradan da bir şey alınmadı, qaçdı Amerikaya, oradan da bir şey alınmadı. Ondan sonra başa düşdü, gələ Türkiyə ilə Azərbaycanla oturmalısın üzbəüz. Amerikada ortalıqda moderat kimi oturar, biz nə deyiriksə burada, biz nə deyirik, zəhərmar demirik ki sənə. Deyirik, sənki səndə, mənki məndə, alver eləyək, ticarət eləyək, yol açılsın, işğalçılıqdan əl çək. O böyük dənizdən dənizə xulyasından əl çəkin, oturun normal. Kamran bəy, İrana bu bilirsiniz, çörək gedir axı əlində, milyon gedir, tranzit gedir. Siz Gürcistanın adını niyə çəkmirsiniz ki? Onun əlindən də tranzit gedir. Nikol Paşinyanın dünənki hamləsi nə idi? Türkiyənin tırları bizdən gəlsin Azərbaycana. Belə bir şey deyil, görürsən, həm pul gələcək, həm müəyyən normallaşdırmanı gətirəcək. Əvvəl hardan gəlir bizə? Gürcistandan gəlir, ya da Naxçıvandan, Iğdırdan. Yəni, sonra İran'a keçib gəlir. Var olun. Görürsünüz bu, İran bundan laf dəli olacaq ki, görürsünüz bu. Yəni, burada hamı öz marağını oynayır. Ona görə də Azərbaycanla Ermənistan arasında diplomatik görüşlərin, müzakirələrin aparılmasını təqdir edirəm. Bu davam olmalıdır, uğurlu olmalıdır və mən düşmənin də olsa, qanımızı da töküb, şəhidlərimiz var, heç vaxt unutmarıq bunu. Nikol Paşinyanın nə olur olsun Ermənistan hakimiyyətində, indi Allah ömür verir, bir də sabah öldü, başqa şeydir, ürəyə tutdu, infarktla. Hakimiyyətdə qalmalı labüddür. İndi parlament sesçi olacaq. Mirzoyan dedi, sonra konstitusiyanı dəyişəcəyik. Məsələn, nə ilə axıl olacaq. Ona görə də istəyir İranı, istəyir Ermənistanı, xarici siyasət bir incə bir sənət də deyək, deyək, sizin bir incə bir sənət. Ya ustalıq, burada ya batırsan, ya uğur qazanırsan. Ya milləti uçuruma aparırsan,
ya uçurumun dibindən xilas edirsən və yaxud da yüksəlirsən. Bizim xarici siyasətdə böyük uğurlarımız var. Ona görə Bəli, biz şükür Tanrıya. ona görə də Azərbaycan dövləti də az öncə dediyimiz bu lidersiz, bu popülistsiz, Rus-Ukrayna müharibəsi, bu nə bilim digər məsələlər. Məsəl üçün deyir Trump deyir Tayvan məsələsində bazarlıq eləmək istəyir Xi Jinping yoldaşla. Tayvanı da verəcək, verməyəcək bu məsələlər də var. O bilmək olmaz. Həyatı vacib. Ondan sonra Baykaldan Saxalinə kimi əksinə. Tayvan ABŞ-ın əlində bir dəyənəkdir, Çin döymək üçün. Ondan başqa da orada ticari yolların üstündə. O həll. Yəni bu Nikol Paşinyanın o fikri təqdir olunasıdır. Amma Azərbaycanla Ermənistan arasında bu diplomatik münasibətlərdən əlavə həll olunmayan digər və digər məsələlər var. Amma bunlarda yalnız və yalnız danışmaqla həll olunacaq və ümid edirəm də bu olacaq. Bununla paraleldə dövlətimiz, millətimiz var olsun, inkişaf eləyə və bütün problemlərimizi də həll edir. Diqqətiniz üçün təşəkkür edirəm. Dostlar, bugünkü qonağımız təşəkkür edirəm. Həm diplomatiyanın tərəfindədir və oradan da xilas diplomatiyadadır və biz də